Tarix 28 sentyabr 2020-ci il. Döyüşlər davam edir. Bu da bizim igidlərimizdir. Qorxmadan, çəkinmədən mərdliklə düşmənin üzərinə hücum edirik. Düzdür, bir balaca əlimdən yüngül xəsarət almışam, olan şeydir. Əsas odur, nə qədər ki bu can bu bədəndədir, nə qədər ki bu igidlərin bədənində can var, biz bir addımda geri çəkilməyi düşünmürük. İnşallah işğal olmuş torpaqlarımız ən qısa zamanda düşmən tapdığı altından azad olunacaq. Və bu igidlərlə və eyni zamanda Azərbaycan xalqı ilə, Azərbaycan milləti ilə bu qələbəni biz qeyd edəcəyik. Yəni, videonu çəkim, qismət. Bəlkə də sonda bu videonu izləyəndə bizi xatırlayarlar.